edirlər. Mingəçevirin heyəti qapını Orxan Sadıqlı qoruyacaq. 11 nömrə Kenneth Kalunga, 20 Jona Atukuaye, 60 Elmin Bayramov. Şamil İmanzadə son hazırlıqlarını görür. Maçın başlaması üçün hər şey hazırdır və hakimin fiti verildi. Şaxtar Qusar Mingəçevir maçı başladı. Samir Abdullayev, yaxşı zərbələri var. Samirin zərbəsi, qapçı sonra qapı tiri. Samir Abdullayev, qapıya vurur, yenə qapı tiri. Vüsal Əliyev, ötürmə uzaq direyə. Başla zərbə, Orxan Sadıqlıdan əla seyf. İşarə verildi, Elşən Veysov. Top havalandırdı. Baş zərbəsi Ruslan Varançov, top qapçı Orxanın üzərinə getdi. Bu dəfə topu cərimə meydançasına göndərir. Yaxın direyə, qarşılıq. Mingəçevir ikinci hissədə təzyiqi biri qədər də artırıb. Yaxşı ötürmə. İti bucaqdan zərbə, top toru yanından silkələdi. Qurban. Havalandır uzaq direyə. Əl iddiaları var, hakim davam dedi. Bu təzyiq nəticə verəcəkmi? Jonanın zərbəsi zəif. Rəhim Osman yerinə yetirəcək korneri. Sevdiyi vəziyyətlərdir. Ruslan sürətini işə saldı. Ruslan Varançov Kənanla mübarizəsi. Ruslanın zərbəsi. Top qapının az açıq yanından keçdi. Sənan Ağalarov, Ruslan Varançov. Ruslan qapıya zərbə indirir. Top dirəkdən qayıtdı. Kənanın zərbəsi. Aman Allah, qapı tiri. Qurban top havalandırdı. Baş zərbəsi. Hücum davam edir. Və hakim maçı bitirdi. Şaxtar Qusar Mingəçevir maçında qol olmadı, 0-0. Hər komanda bir xal qazanır.